Mən hesab etmirəm ki, Azərbaycan hökumətinin İranla, Çinlə bağladığı strateji tərəfdaşlıq müqavilələri onun ənənəvi balanslı siyasət kursundan imtina etməsinin göstəricisidir. Əslində bu iki dövlətlə bağlanmış strateji tərəfdaşlıq müqavilələri elə Rusiya ilə bağlanmış strateji tərəfdaşlıq müqavilələrinin davamıdır. Çünki Azərbaycan hökuməti hesab edir ki, bu tip avtoritar idarəetmə sisteminə malik olan dövlətlərlə hər nə qədər yaxın olarsa, bu onun gələcəkdə mövqeyinin möhkəmləndirilməsinə xidmət edər. Çünki bu üç dövlətin bir-biri arasında hər hansı fikir ayrılığının olmadığını biz bu illər ərzində aydın şəkildə görməkdəyik. Bu 3 ildən artıq davam edən Rusiya və Ukrayna müharibəsi fonunda da biz şahidlik etdik ki, əslində elə bu üç dövlət eyni mövqedən çıxış edirlər. Az öncə də qeyd etdiyim kimi, bu tip idarəetmə fəlsəfəsinə malik olan dövlətlər əslində elə bir qütübü təmsil edirlər. Amma burada xüsusi bir məqam ondan ibarətdir ki, Azərbaycan siyasi coğrafi məkanı baxımından Avropanın bir parçasıdır. Ermənistanda və Gürcüstanda son illərdə Qərbin təsir dairəsinin getdikcə artması Azərbaycan hökumətini daha praktiki addımlar atmağa vadar edir. Bu addımlar da təbii ki, Çinlə, Rusiya ilə, İranla və bu tip rejimlərlə əlaqələrin, əməkdaşlıqların dərinləşdirilməsi ilə özünü göstərməkdədir. Tək məqsəd gələcəkdə Avropadan, ABŞ-dan gələcək insan haqları, demokratiya ilə bağlı çağırışlar ərəfəsində özünü daha güclü göstərmək istəyindən doğur. Heç də təsadüfi deyil ki, biz son illər ərzində biz Qərbi regiona buraxmayacaq fikirlərinin səsləndirilməsi də elə məhz buna xidmət edir. Amma hesab edirəm ki, bütün bunlar gələcəkdə Qərbin insan haqları, demokratiya çağırışlarının qarşısını ala biləcək gücdə deyil. Çünki Azərbaycan iqtisadiyyatının tam olaraq Qərbdən asılı olduğunu nəzərə alaraq biz bu məsələdə dominant mövqeyin əslində Qərbin əlində olduğunu görürük. Yəni əgər onlar həqiqətən də səmimi şəkildə İstəsələr ki, Azərbaycan hökumətinə insan haqları ilə bağlı, demokratiya bağlı tələblərin həyata keçirilməsini təmin etsinlər. Bu məqamda Azərbaycan hökumətinin Çinlə, İranla, Rusiya ilə bağladığı bu tərəfdaşlıq müqavilələri əslində heç bir təsir gücünə malik olmayacaq.